Koç bürcü 25 Mart 2025-ci il uğurlu gündür. Tanımadığı problemlərin həllində mürəkkəb vəziyyətlərin öhdəsindən gəlməkdə əl olacaqsınız. İntuisiyanızın göstərişlərinə qulaq asmaq zərər verməz. Bir çox qoç yeni və faydalı bir şey öyrənəcək, işin öhdəsindən daha yaxşı gələcək. Güclü peşəkarlar kimi özünü sübut edə və nüfuzlarını gücləndirəcəklər. Günün ikinci yarısında qohumların və ya dostların problemlərinin həllində kömək etmək üçün işinizə ara verməli olacaqsınız. Bu, çox vaxt və səy tələb etməyəcək, ancaq münasibətlərinizə ən faydalı təsir göstərəcək. Boğa bürcü 25 Mart 2025-ci il gərgin gündür, xüsusən də birinci yarı tamamilə uyğun olmayanda belə mübahisə etməyə və təkid etməyə meyil olacaqsınız. Mümkünsə vacib tapşırıqları təxirə salmağa dəyər. Əksər boğalar diqqətini tanış işlərə yönəltməli, həmkarlarının köməyinə çox güvənməməli və rəhbərlərinin diqqətini cəlb etməməlidirlər. Tezliklə vəziyyətin tədricən yaxşılığa doğru dəyişdiyini görəcəksiniz. Günün ikinci yarısında kifayət qədər nikbin əhval-ruhiyyədə olacaqsınız. Edilən səhvləri düzəltmək və son zamanlar fikir ayrılıqlarının yarandığı münasibətləri bərpa etmək mümkün olacaq. Əkizlər bürcü 25 Mart 2025-ci il pis gün deyil, amma çətinliklərsiz də deyil. Əhəmiyyətli bir şeyi axşama qədər təxirə salmayın. Səhərsiz güc və enerji ilə dolu olacaqsınız. Qeyri-adi işlərin öhdəsindən belə gəlmək asan olacaq. Bu prosesdə gələcək işinizdə faydalı olacaq şeyləri öyrənəcəksiniz. Əksər əkizlər qeyri-adi dərəcədə mehriban və cazibədar olacaqlar. Buna görə də hər kəslə asanlıqla ümumi dil tapacaqlar. Bir az sonra iş fəaliyyətini biraz ləngitməyə dəyər. Həddindən artıq inadkar olmağa və nəyin bahasına olursa olsun öz yolunda israr etməyə çalışmaq lazım deyil. Səbir və ehtiyatlıq ən yaxşı müttəfiqləriniz olacaq və səhvlərdən qaçmağınıza kömək edəcək. Xərçəng bürcü 25 Mart 2025-ci il gün çətin başlayacaq, amma tezliklə hər şey düzələcək. Səhər tezdən vacib işlərə başlamayın. Bəzi xərçənglər çətinliklərlə qarşılaşacaqlar, lakin onların öhdəsindən kifayət qədər tez çıxa biləcəklər. Vaxtınızı ayırın, detallara daha çox diqqət yetirin. İstənilən kiçik şey əsas ola bilər. Sövdələşmələrin bağlanması və danışıqların aparılması üçün başqa bir gün seçmək daha yaxşıdır. Kənardan kömək almadan həll edə biləcəyiniz işlərə diqqət yetirin. Biraz sonra sakitləşə, özünüzü toparlaya, müsbət ruh halına düşə biləcəksiniz. Siz itirilmiş vaxtınızı kompensasiya edə, gələcək uğurun təməlini qoya biləcəksiniz. Şir bürcü 25 Mart 2025-ci il ən əlverişli gün deyil. Məişət qayğıları işlərinizə qarışacaq və sizi planlarınızı tez dəyişməyə məcbur edəcək. Başqaları ilə ünsiyyətdə fikir ayrılıqları çox güman ki, bir-birini başa düşmək, kompromis həll yolu tapmaq adi haldan daha çətin olacaq. Geniş miqyaslı layihələrə başlamamalı və artan qayğı və diqqətdən tələb edən işlə məşğul olmamalısınız. Günün ikinci yarısı da çətin olacaq. Bir çox şirlər həddindən artıq əsəbi və impulsiv olacaqlar. Yaxınlarınızla danışarkən xüsusi incəlik nümayiş etdirilməlidir. Münaqişədən qaçmaq, zədələnmiş münasibətləri bərpa etməkdən daha asan olacaq. Qız bürcü 25 Mart 2025-ci il gününüz xeyir. Enerji və yaradıcılıq sizə çox çətin görünən işlərin öhdəsindən gəlməyə imkan verəcək. Bir çox qız bürcü biraz əsəbləşəcək və bu hər kəsin zövqünə uyğun olmayacaq. Bununla belə dürüstlüyünüz danışıqları uğurla aparmağa və mühüm məsələləri müzakirə etməyə kömək edəcək. Gözlədiyinizdən daha çox şeyə nail olacaqsınız. Bütün səyləriniz dərhal nəticə verməyəcək. Lakin kifayət qədər səy göstərsəniz, gələcək üçün möhkəm təməl yaradacaqsınız. Ətrafınızdakılar istənilən işdə sizə kömək edəcək. Yaxın insanlar isə hər tərəfli dəstək verəcəklər. Tərəzi bürcü 25 Mart 2025-ci il gününüz xoş keçsin. Düzdür, səhər başqaları ilə ünsiyyətdə bəzi xırda çətinliklər yarana bilər. Bir-birinizi dərhal başa düşmək həmişə mümkün olmayacaq. Amma istəsəniz, kobud kənarları asanlıqla düzəldə, mümkün anlaşılmazlıqları aradan qaldıra bilərsiniz. Bəzi tərəzilər çoxdan faydalı ola bilməyən münasibətə son qoymağa qərar verəcəklər və bu düzgün iş olacaq. İlhamınız diqqətdən kənarda qalmayacaq və digər insanları ilhamlandırmağa kömək edəcəkdir. Birgə işimiz maraqlı və məhsuldar olacaq. Nüfuzlu himayədarların meydana çıxması istisna edilmir. Çox güman ki, ofis romantikası başlayır. Əqrəb bürcü 25 Mart 2025-ci il ən asan gün deyil. Səhər emosiyaların öhdəsindən gəlmək, diqqəti işə cəmləmək çətin olacaq. Həmkarlar və qohumlar sizi əhəmiyyətsiz səbəblərdən yayındırmağa başlayacaqlar. Tələsik qərarlar verməməli, tələsik vədlər verməməlisiniz. Bir çox əqrəblər diqqətini rutin işlərə cəmləməli və ünsiyyəti məhdudlaşdırmalıdır. O zaman özlərini bir yerə toplayıb düzgün əhval-ruhiyyəyə girə biləcəklər. Axşama doğru emosional yüksəliş və ruh yüksəkliyi hiss edəcəksiniz. Uzun müddətdir təxirə saldığınız işlərin öhdəsindən gələcək, başladığınız işi başa çatdıra biləcəksiniz.
Ox atan bürcü 25 Mart 2025-ci il. Günün gərgin başlanğıcı tez bir zamanda yerini parlaq zolağa verəcək. Bir çox ox atanlar məişət problemlərindən, daxili ziddiyyətlərdən narahat olacaqlar ki, bu da onların iş prosesinə ən yaxşı təsir göstərməyəcək. Sakitləşmək üçün özünüzə vaxt verin. O zaman böyük itkilər olmadan hər şeyin öhdəsindən gələ biləcəksiniz. Etibarlı müttəfiqlərdən kömək istəməkdən çəkinməyin. Amma nəticə əldə etmək üçün özünüz hələ də çox səy göstərməli olacaqsınız. Günün ortasında yaradıcılıq qabiliyyətləriniz üzə çıxacaq. Bu problemlərin həlli üçün orijinal yollar tapmağa kömək edəcək. Axşam çölə çıxmaq mehriban ünsiyyət üçün əlverişlidir. Oğlaq bürcü 25 Mart 2025-ci il. Parlaq və uğurlu gündür. Bir çox vacib məsələləri həll edəcək. Özünüzü ən yaxşı tərəfdən göstərəcək. Karyera yüksəlişi şanslarınızı artıracaqsınız. Əksər oğlaqlar təsirli nəticələr əldə etmələrinə kömək edəcək, gizli istedadlarını özlərində kəşf edəcəklər. Əlavə məsuliyyət götürməkdən qorxmayın. Bu işgüzar nüfuzunuza yaxşı təsir edəcək. Sakitlik və tarazlıq istənilən gözlənilməz hadisələrin öhdəsindən gəlməyə kömək edəcək. Kiçik uğursuzluqlar sizi yoldan çıxarmayacaq. Axşam saatlarında ümumi maraqlarınız olan insanlarla görüşməyiniz zərər verməz. Dolça bürcü 25 Mart 2025-ci il. Uğurlu gündür. Problemlərin öhdəsindən tək gəlmək lazım deyil. Etibarlı müttəfiqlərdən kömək istəməkdən çəkinməyin. Yükün bir hissəsini öz üzərlərinə götürəcəklər. Bəzi dolçalar nüfuzlu himayədarlar əldə edəcəklər. Özünüzü ən yaxşı tərəfdən göstərə biləcəksiniz. Bununla da həmkarlarınızın və rəhbərliyin gözündə nüfuzunuzu gücləndirəcəksiniz. Axşam yaxınlaşdıqca xırda uğursuzluqlar mümkündür, lakin onlar sizi narahat etməyəcək. Optimist münasibət hər şeyi asanlıqla anlamağa, mümkün səhvləri düzəltməyə, yolunuzdakı gözlənilməz maneələri aradan qaldırmağa imkan verəcək. Axşam ev işlərinə, ailə ilə ünsiyyəti həsr etmək daha yaxşıdır. Balıqlar bürcü 25 Mart 2025-ci il. Qeyri-müəyyən bir gündür. Sakitlik və tarazlıq səhər saatlarından sizi müşahidə edəcək. Bir çox balıqlar uzun müddət başa düşə bilmədikləri bir sıra vacib məsələləri uğurla həll edəcəklər. Danışıqlar və ya ictimai çıxışlar üçün əla vaxtdır. Natiqliyiniz heç kəsi biganə qoymayacaq. Tənbəllik etməsəniz və yaxşı fürsətləri əldən verməsəniz çox şey əldə edəcəksiniz. Biraz sonra köhnə problemlər sizə özlərini xatırladacaq. Buna görə də planlarınızı tez bir zamanda yenidən qurmalı olacaqsınız. Həmişə yaxşı anlaşdığınız insanlarla fikir ayrılıqları istisna deyil. Bununla belə ciddi mübahisələrdən qaça biləcəksiniz.